Suraxanıda insan hüquqları aylığı çərçivəsində rayon icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə bələdiyyə sədrləri ilə görüş keçirilib. Mayın 21-də Suraxanı rayon icra hakimiyyətində keçirilən görüşdə monitorinq qrupunun sədri Könül Axundova bələdiyyələrin əhaliyə daha yaxın struktur kimi ailələrlə iş istiqamətində fəaliyyətinin önəmini vurğulayaraq, ailələrdə gender münasibətlərinin formalaşdırılması, gender əsaslı zorakılığın qarşısının alınmasında, xüsusilə də risk qrupuna daxil olan ailələrin müəyyən edilməsində əhəmiyyətindən danışıb. Könül Axundova rayonda bələdiyyələrin və bələdiyyələrdə yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyəti, xüsusilə də maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində bir sıra tapşırıqlar verib. O, həmçinin məişət zorakılığına məruz qalmış şəxslərin müəyyən edilərək, onların hüquqlarının və mənafelərinin müdafiəsi üçün də bələdiyyə sədrlərinə müvafiq tövsiyələr verib.